Çünki 3-4 saat CD-yə çıxmamış gələsiz analizə gələndə. Nəyə görə? Bu müddət keçəndə orada infeksiyanın tapılma ehtimalı artır. Və oradan material götürürük. Gün yarıma, 2 günə PCR, yəni molekulyar səviyyədə o mikrobu təyin edən dəqiq analizlə biz onu təyin edirik, əgər varsa, və zəmanətlə də müalicə edirik həmən infeksiyaları. Yəni müraciət edin, inşallah ki, problemimiz həll olunar. Mən bu cinsi yolla keçən infeksiyaların sağalmasına zəmanət verirəm. O cümlədən xronik prostatitlərin də hansılar ki, həm bu cinsi infeksiyadan, həm başqa səbəblərdən əmələ gəlir, onların da sağalmasına zəmanət veririk. Əlbəttə, bu biraz uzun çəkir, əziyyətli olur, amma burada nəticə alırıq. Təbii ki, ondan sonra da onu qorumaq lazımdır.